uşaqlar, bugün biz bu mekanda dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSR və Azərbaycan Respublikasının xalq artisti, SSR və Azərbaycan Respublikasının dövlət mükafatı laureatı, sosialist əmək qəhrəmanı, ecazkar səsiyle bütün dünyada məşhur olan Rəşid Behbudovun sənət işi toplaşmış. Səni sevdim yar, səni sevdim, gözüm görməz özgəni. Səni sevdim yar, səni sevdim, gözüm görməz özgəni. Sən mənim söhbətim, şərəfim, şöhrətim, mükəmməl dövlətim, əzizim sən başa. Birlikdə yorulmaz, vurarıq başa. Sen ne güzelsen, bu akşam sen aziz ol. Ne geçensen, ne güzelsen, bu akşam sen aziz ol. Doğrudan da burada çok güzel bir musiki bayramının şahidi oldu. Səhnəmiz kiçikdir gördüğünüz gibi ama sağ olsun bu kiçik fidanlarımız bize böyle bir səhnənin heyecanını yaşattılar. Sanki böyle bir səhnədə kimi hiss elətdirdiler. Mən 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Zəhmətkeş kollektivinə dərin təşəkkürümü bildirirəm. Belə gözəl təşkilatçılığa görə, dəvət üçün. Bu müəssisə bizim təhsil sistemimizdə fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələri içərisində demək olar ki, lokomotivdir, flagmandır və hər zamanda belə olacaq. Müəllimlərimizə təşəkkür edirəm, valideynlərimizə təşəkkür edirəm. Yolumuzda hər zaman dualarınız düşünürəm ki, sizin sənətkarların yanında bizimlə danışmayız. Onun sənətlərini bizim uşaqlarımız təqdim edəcək. Çox sağ olun. Uşaqlarla birgə, sizlərlə birgə qeyd edirik. Yəqin ki, qonaqlarımız biz ürək sözlərini deyəcəklər. Mən bir də deyim ki, bu uşaqlara gündə qulaq asıram və gündə zövq alıram. Я получила огромное послушала. Какой замечательный у вас Bizim incəsənətin peyğəmbəri bilirsiniz, onun barəsində çoxlu danışmaq olar. Bu iki kəlmədən bizim ancaq dəqiqə istəyirəm ki, bu günlər, bu təqdir çox minnətdaram ifaçılara. Ты слава и мечты, мое богатство ты, Богу родной.